hər il ənənəvi olaraq aprel ayının 15-dən biz elan veririk prokurorluq orqanlarına işə qəbulla bağlı və sənədlər qəbulu toplanır. 3 mərhələdən keçməklə şəffaf prosedurlarla biz elan olmuş vakan yerlər üzrə işə qəbulu həyata keçirdik. Bu gün 51 nəfərin and içməsi gözlənilir, nəzərdə tutulur. Mən onların hər birini təbrik edirəm. Onların hər birini, ailə üzvlərini, yaxınlarını təbrik edirəm və ən xoş arzularımı çatdırıram. Biləsiniz ki, sizin həyatınızda bu gün çox bir mühüm gündür, çox bir tarixi gündür. Siz prokurorluq orqanlarına, qanunun aliliyini qorunmasına, vətəndaşların hüquq və azadlıqlarının qorunmasına, cinayətkarlığa qarşı mübarizədə aparıcı orqan, koordinasiya rolu oynayan bir orqana işə qəbul olunursunuz. Prokurorluq dövlətin dayağıdır, dövlətin ən aparıcı qurumlarından biridir. Bütün hüquq sistemindən asılı olmayaraq bu dünyanın hər yerində bu belədir. Bu günə prokurorluqda təbii ki, burada dövlət qulluqçuları və digərləri nəzərə alınmır. Sırf prokurorluq statusu daşıyan əməkdaşlardan söhbət gedir. Onların bugünə 97%-i məhz 2022-ci ildən bu tərəfə test əsasında qəbul edilən əməkdaşlar təşkil edir.